Müasir olanları ilə hamı pis deyir, bərbaşda, indiki olanlar bilə, indiki olanlar bilə, yaxşı kişilər çoxdan var idi filan. Sən necə, bir müasir qız kimi necə düşünürsən? Mən də bir müddət pislədim. Çünki mənim düşüncəmdə kişi biraz belə deyək, o deyir sizə köhnə понятие ilə də, yəni köhnə düşüncə ilə baxanda kişilər biraz başqa cür olub, rıçır olub. Əlin stolun üstünə qoyub. İndi yəni biraz başqa cür olub. Amma indiki zamanədə elə bil bütün kişilər çönüb. Özdə köhnə kişilər də, təzə kişilər də hamı elə bil ki, birdən-birə 50 yaşında da kişi, 20 yaşında da kişi başqa cür olublar. Yəni inciyən, küsən, naz edən. Əzib üzvən. Mən onları tənqid eləyirdim də öz başımda, hətta arada da deyirdim onların özünə ki, biz belə deyil, elədir, siz belə eləməməlisiniz, sən kişisən falan, beşməkan. Sonra başa düşdüm ki, birinci növbədə bu bizim günahımızdır, qadınların günahıdır. Çünki biz onu istədik ki, biz eyni səviyyədə olaq, belə deyək də, səviyyə deməyim o sözə, eyni hüquqa olaq da, yəni eyni hüquqlu olaq, bərabər olaq və ona gətirib çıxardıb ki, artıq kişi hesab edir ki, sən yıxıldınsa özün durmalısan, artıq mən sənə əl uzatmamalıyım. Mən ki, yıxılanda mənə əl uzatan yoxdur, misal üçün də. Bu birinci növbədə bizim günahımızdır və artıq bunlar belədirlər. Ya mən gərək bunları qəbul edeyim, belə, ya da əziyyət çəkəcəm, hər zaman hirslənəcəm, əsəbləşəcəm ki, buna bax, kişidir, inciyib, küsüb getdi. Ya o, yenə də mən əziyyət çəkəcəm də, yəni. Onun nəyinə lazımdır, yaşayır da. Ona görə qəbul eləməliyəm bunları belə, artıq belədir.